Birinci Qarabağ müharibəsi məhz Ağdamda başlamışdı. İlk şəhidliyi Ağdamlılar vermişdi. Respublika içərisində ilk şəhidi Ağdamlılar vermişdi. Əli və Bəxtiyar bizim ilk şəhidlərimiz Ağdam torpağında ölmüşdür. Və onun ardınca Birinci Qarabağ müharibəsində Ağdam torpağında 6000'dən çox Cənab Prezidentin sözlərilə desək, şəhidlər Ağdamlılar tərəfindən verilmişdir. Və ona görə də sözsüz ki, Respublikanın hər yerində şəhidlərin adları əbədiləşdiriləcəkdir, ancaq bu Ağdamda daha çox olacaqdır. Ağdamlıların Birinci Qarabağ müharibəsində ümumiyyətlə Ağdamlıların bu qələbələrin içərisində daha çox payı var. Daha çox şəhid verdiyimiz kimi daha çox payımız var. Bu Cənab Prezident özü bütün çıxışlarında Ağdam rayonunda əhali ilə görüşərkən, istər 2021-ci ilin 28-i mayında, istər 2025-ci ilin sizin hər birinizin çoxunuzun iştirakı ilə Ağdam rayonunda Muğam evinin açılışında iştirak edərkən Cənab Prezident demişdi. Və Cənab Prezidentin o sözlərilə ki, yaşasın Ağdam, bu bizim üçün böyük qürur gətirir. Və biz açılışla deyim ki, bir Ağdamlılar olaraq daha çox biz Cənab Prezidentin bütün apardığı, bütün quruculuq və ümumiyyətlə Respublika naminə etdiyi hər bir işin arxasında biz daha çox varıq və daha çox olacaq. Bütün şəhid ailələri, övladlar şəhid olurdular. Amma şəhid ailələri deyirdilər ki, Cənab Prezident dayanmasın müharibə. Amma Cənab Prezident öz müdrik baxışı ilə dayandırdı və sonra da siz özünüz gördünüz ki, bir gün ərzində, bir sutka ərzində, 23 saat 44 dəqiqə ərzində bütöv vətənimizi və suverenliyimizi təmin etdi. Bugün hər bir daşın üzərində Azərbaycan bayrağı dalgalanır. Və çox sevinirik ki, biz bütün bu işlərin içərisində bizim payımız çoxdur və çox olacaqdır. Və mən bu günləri sözsüz ki, şəhid ailələri özləri verdilər, elə bu adı da addılar və mən də çox sevinirəm ki, bizim də bu işte xırda da olsa payımız var və olacaqdır. Bu şəhidlərin evi mübarək olsun. Bura onlarındır və bu işdə rayon əhalisinin içərisində kimin köməyi varsa, kömək deyəndə bilirsiniz, təkcə kömək maddi köməkdən gedə bilməz. Ancaq xoş sözün özü bizim üçün köməkdir. Bu xoş sözü deyən insanların hamısının var olsun, sağ olsunlar. Yenə deyirəm, burada iştirak edən bütün rayon rəhbərliyinin bu işdə payı var. Hamının payı var. Mənə ruh verir bu işlərin görülməsindən. Və sizin hər birinizə söz veririk ki, biz indən sonra da Cənab Prezidentin apardığı siyasətin hər bir nöqtəsinin, vergülünün ən yaxşı icraçısı olacaq. Biz sizin qarşınızda, şəhid ailələrinin qarşısında biz söz veririk ki, indən sonra biz bütün gücümüzlə vətənimizin hər bir parçasının çiçəklənməsi üçün əlimizdən gələn hər şey edəcək. Sözsüz ki, bu işdə bütün bugünkü yurda olan birinci şəhid ailələri, qazilər və bütün Respublikamızın əhalisi bizim və rayonumuzun əhalisi bu işdə bizə kömək olacaqdır. Sağ olun, hər birinizə qulaq astığınız üçün mənə çox sağ olun.